üzrə imtahana düşəcək 5 mövzu. 5-incisi ən çox düşəndir. Digər imtahana düşəcək mövzuları da öyrənmək üçün kanala abunə ol. Belə ilə başladıq. Birincisi, birləşdirmə siyasəti aparan xanlıqlar. Qarabağ, Şəki, Quba və Urmiya xanlıqları. Pənahəli xan, Hacı Çələbi, Qubalı və Urmiyalı Fətəli xanlar, onların müqayisələri. İkincisi, 1775-1783-cü illər ABŞ İstiqlaliyyət müharibəsi. Müharibənin əsas məqamları və döyüşləri. Üçüncüsü, Fransa 1-ci İmperiya və Almaniya 19-cu əsrin ikinci yarısı, eyni dövrdə Azərbaycanda baş verən hadisələrlə müqayisəsi. Dördüncüsü, Osmanlı 19-cu əsrdə tənzimat-ı xeyriyyə islahatları. Beşincisi, Səfəvilər dövləti 16-17-ci əsrlər. Bu dövrdə Səfəvi şahları, Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və 2-ci Abbasın dövründə baş verənlər. Əgər bəyəndinsə, dostlarınla da paylaş və növbəti mövzuları qaçırmamaq üçün abunə olmağı unutma. Şərhlərdə isə öz fikirlərinizi yaza bilərsiniz.